Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. İnşallah bundan da gözəllik sizə qismət olsun. Dostlar, Şuvalandan belə bir bağın təqdimatına gəlmişəm. İnşallah baxarsınız, bəyənərsiniz və fikir bilərsiniz. Dostlar, Şuvalanda McDonald's-dan üzü dənizə düşəndə əsas yoldan maksimum 100 metr məsafədə 4 sot torpaq sahəsində 200 kvadratlıq 2 mərtəbəli çox gözəl və səliqəli bir evi təqdim edəcəm sizə. Qısa məlumat verəcəm. Hər hansı sualınız yaranarsa, sənin vaxtı bizimlə əlaqə saxlaya bilərsiniz. Mən sizə daha ətraflı məlumat verərəm. Deməli, həyətimiz 2 hissədən ibarətdir. Bura evin qarşısı, evin arxasında hovuz besetka var. Gəlin, buradan başlayayım, məlumatları verim. Qiyməti dostlar 465 min manatdır. Real müştəriyə endirim olacaq. Bizim səhifədən gələnlərə xüsusi bir endirim var. Sənədləri çıxarış kupça, hamısı qaydasındadır, ipotekaya yararlıdır. Qaz, su, işıq daimidir. Bağ evin girişi, jalüz darvaza, yanında əl qapısı. Girişdən evin görünüşü belə görsənir. Həqiqətən də möhtəşəmdir. Özüm gecə görünüşünü çəkdim bunu ki, baxasınız, çoxdan da gecə görünüşü ilə bağ çəkmirəm dostlar. Burada girişdən sağ tərəfdə həyətin sanitar qovşağı var. Evin qarşısında rahat 4-5 maşın yerləşə bilər. Təbii ki, məhəllədə ən azından 10-11 metr eni var. Məhəllədə də rahat maşın saxlaya bilərsiniz. Evin yanından belə bir keçid var. Evin arxasına, evin içindən də təbii ki, keçid var. Gəlin buradan göstərim sizə. Dostlar, bax, bura evin arxasıdır. Hovuzu, besetkası. İndi isə gedən evin içindən keçidi təqdim edəcəm sizə. Burada yaşayış üçün hər cür şərait var. İnanın ki, qiyməti də çox əladır. Endirimi də nəzərə alsaz, super bir təklifdir. Düşünürəm ki, bu təklifi dəyərləndirmək olar. Ya Allah, evə daxil olduq. Belə bir hol. Holdan bir tərəf evin arxasına, giriş isə burada. Holda belə bir qarqrob, ikinci mərtəbənin pilləkəni. Təbii ki, görürsünüz, ümumi olaraq birinci mərtəbə istif oldu, tam olaraq da kermo qranitdir. Girişdən sağ tərəfdə qonaq otağı yerləşir. Qonaq otağı da yetərincə böyükdür, genişdir dostlar, hündür tavanlıdır. Yəni, inan səmiyyətimə, tərifləməyə ehtiyacı yoxdur bu evin. Girişdən sol tərəfdə isə belə bir mətbəxi. Mətbəx mebeli, elektronika, hamısı quraşdırılıb. Burada birinci mərtəbədə evin əsas hamam otağı, sanitar qovşağı bir yerdə yerləşir. Hamısı divar içi işləmələrdir. Gəlin dostlar, mən ikinci mərtəbə ilə sizi tanış edeyim, sonra arxa tərəfdə hovuzla falan tanış olacaq təbii. İkinci mərtəbəyə qalxan pilləkən mərmərdir. Pilləkən qəbəsi şişə brilladır. Üstü də alüminiumdur, göründüyü kimi. İkinci mərtəbənin holu. Enisi ilə burada istif oldu dostlar. Və hol kermo qranitdir. Mən balkonları falan təqdim edib vaxtınızı almaq istəmirəm. Bütün otaqların balkonu var. Bura birinci yataq otağıdır. Yataq otaqların yeri laminatdır. Böyük vitraj pəncərələrdir, həyətə açılır. Və rəng seçimlərinə xüsusi diqqət edirlər. Həqiqətən otaqlar bir-birindən gözəldir. İkinci mərtəbənin hamam otağı, sanitar qovşağı ilə bir yerdə. Bura böyük bir yataq otağı, daxilində özünün hamam otağı, sanitar qovşaq var təbii ki. Yataq otaqlarda böyükdür. 3 yataq otağı var, üçü də ki çox genişdir. Daha bir böyük yataq otağı dostlar. Bu üçüncü yataq otağıdır. Demək, ümumilikdə yaşayış sahəsi evin tam-tamına 200 kvadrat metrdir. İndi isə qısa olaraq evin arxa hissəsində, istirahət köşəsində, yəni hovuzu, besetkası, onu sizə təqdim edeyim dostlar. İnanın, bu evdən oxşar deməzdim, balaca idi təbii ki. Yanbayan idi, 3 dənə. İkisi satılıb, 100 dənə bu qalıb. Yəni, təbii ki, onu nəzərdə tuturam, satılıb artıq, bir dənə bu qalıb. Burada evin arxa hissəsidir. Burada böyük bir filtrli hovuz. Müştərilərimizin çoxusu evin arxasında gizlin hovuz istəyirdi. Bu ev o müştərilərə daha uyğundur düşünürəm. Bu da evin arxa görünüşü. Yəni balkonları falan görürsünüz.
Bir sözlə möhtəşəm. Yetərincə həyətdə dekorativ ağaclar, yaşıllıq zolağı da var. Buradakı dostlar yay qış mətbəxidir. Buranın da yeri istif oldu və mebeli yığılıb. Deməli dostlar, şu alanda 4 sot torpaq sahəsində 200 kvadrat yaşayış sahəsi olan 4 otaqlı yeni bağ evi təcil olaraq satılır. Diqqətli olun, təşəkkür edirəm, bizi izləməkdə qalın.